Bax bizim ürəyimizdən bax belə keçib. Şuşa 8 mayda Şuşa alınanda biz evdə 10 gün çörək, xörək bişirmədik. 10 gün pendir, çörək suyla dolandıq. Ümid elirdik ki, Şuşa alına bilməz. Erməni vicdansız Şuşaya çıxa bilməz. Şuşa alına bilməz. Yoldaşım rəhmətli deyirdi ki, alınmaz. Ancaq Şuşa alındı, sonra da Şuşanın azadlığını gördük. Prezidentin də Allah canını sağ eləsin, Şuşaya insan kimi müraciət elədi. Dedi, Şuşa, sən azadsan. Ancaq mən bağdaydım. Vişnovkada bir bağımız var. O bağdaydıq. Bilirdim, mənim 2 əsgər tələbəm əsgər idi. Onlar mənə yazmışdılar ki, Şuşa alınıb. Hətta mən lap qabaqdan bilirdim, 8-dən də qabaq ki, Şuşa alınıb, Şuşa bizimdir. Ancaq mən də səsimi çıxartmırdım, çünki dövləti, dövlətçiliyi qorumaq lazımdır. Haçan deyilər, biz də onda səsimizi çıxardarıq. Mən bağdaydım. Bütün qonşularıma pul payladım. Çox böyük olmadı, 20 manatdan, 10 manatdan. Deyirlər, bu nədir? Hamısı bizə yığıldı, hamısı gəldi, bizi qucaqladı, təbrik elədi. Çox böyük qürur duyduq ki, Şuşa azaddır, Şuşa bizimdir.